Almaniyada sərvət vergisinin bərpası təklif edilir. Almaniyanın Sol partiyası ildə büdcəyə 147 milyard avrodan çox gəlir gətirə biləcək sərvət vergisinin bərpa olunmasını istəyir. Sol partiya uzun müddətdir, konkret olaraq 1997-ci ildə dayandırılmış sərvət vergisinin yenidən tətbiqinə çağırış edib. Bu dəfə partiya Almaniya İqtisadi Araşdırmalar İnstitutuna müraciət edərək təklifin dövlət büdcəsinə nə qədər vəsait gətirəcəyini hesablatdırıb. Hesablama nəticəsində məlum olub ki, sərvət vergisinin bərpası il ərzində təxminən 147,4 milyard avro təşkil edəcək. Sol partiyanın hesablamalarına görə nəzəri baxımdan bu vəsait Bavariyada çatışmayan 470 min mənzilin tikilməsini maliyyələşdirməyə imkan verərdi. Türingendə isə uşaq bağçaları və körpələr evlərini ödənişsiz etmək olardı. Sol partiyanın təklifinə görə şəxsi əmlak üçün 1 milyon avro, müəssisələrin aktivləri üçün isə 5 milyon avro həcmində vergidən azad limit müəyyən edilir. Bu məbləğədək fiziki şəxslər sərvət vergisi ödəməyəcək. Bu həddi aşan aktivlərə 1% dərəcə ilə vergi tətbiq olunacaq. Aktivlərin həcmi 50 milyon avronu keçdikdə verginin 5%-ə, 1 milyard avronu aşdıqda isə 12%-ə yüksəldilməsi təklif olunur.